Salam, 7-ci sinif biologiya 2-ci hissədən mövzu 7.1 fiziki sağlamlığın ardı ilə tanış olaq. Keçən dəfəki dərsimizdə biz fiziki sağlamlıq üçün nə lazımdır və yaxud da ki, gün ərzində hansı qidalardan istifadə etmək lazımdır. Onlarla müəyyən qədər tanış olduq və qeyd elədik ki, hər gün qidalanma elə təşkil olunmalıdır ki, o müxtəlif çeşidlərdən ibarət olsun. Həm də gün ərzində nə qədər ki, enerji sərf olunub, onu əvəz eləyə bilsin. Bunun üçün düzgün və balanslaşdırılmış qidalanma orqanizmin ehtiyac duyduğu bütün qidaları lazımı miqdarda təmin etməni məsləhət görür. Yəni, biz nə çox, nə də az yeməliyik. Gündəlik qidanı təşkil edən maddələr müəyyən nisbətdə olmalıdır. Belə ki, qida maddələrinin düzgün seçilməsi üsullarından biri də bax, bu gördüyümüz kimi qida piramidasıdır. Qida piramidasının əsasını un və un məhsullarından hazırlanmış qidalar təşkil edir. Ondan yuxarıcı pillədə, yəni un məhsullarından az miqdarda olan meyvə tərəvəzlər, sonra isə ət və süd məhsulları, ən axırda isə şirniyyat, duzlu qidalar olur ki, ən az deməli şirniyyatları, yağlı və duzlu qidaları qəbul etmək lazımdır. Biz artıq bilirik ki, gün ərzində qidanı elə qəbul eləmək lazımdır ki, sərf olunan enerjini əvəz eləyə bilsin. Yəni, nə çox olmasın, çox olanda piylənməyə səbəb olur, az olanda isə arıqlama və çəki itirilməyə gətirib çıxarır. Düşün, müzakirə et, paylaş. Burada qeyd olunur, nə üçün yemək yeyərkən diqqəti yayındıracaq başqa işlərlə məşğul olmamaq məsləhət görülür. Bu iki səbəbdən ola bilər. Ola bilər ki, diqqəti yayınan hansısa bir işlə məşğul olanda qəbul olunmuş qida orqanizm tərəfindən həzm şirələrinin az ifraz olunmasına səbəb olar. Bu da həzm prosesini pisləşdirər və yaxud da bildiyimiz kimi doyma siqnalları deməli mərkəzə gec çatır 20 dəqiqə müddətində və belə olanda həddindən artıq ola bilsin ki, qida qəbuluna da yol verilə bilər. Bu da piylənməyə aparıb çıxara bilər. Öyrəndiklərinizi tətbiq edin. Məhsulun enerji dəyəri onu qəbul edən zaman orqanizm tərəfindən istehsal olunan enerjinin miqdarıdır. Yəni, bu orqanizmin həyat funksiyalarını təmin etmək üçün sərf olunan gücü bərpa etmək üçün lazımdır. Bunun üçün 100 qram məhsulun və yaxud da 100 ml içkinin enerji dəyəri göstərilir. Və bunun tərkibində bildiyimiz kimi, yəni qəbul olunmuş qidanın tərkibində üzüm maddələrdən zülallar, yağlar və karbohidratların miqdarı da olmalıdır ki, orqanizmə lazım olan kalorini həmin maddələrdən əldə etmiş olur. Cədvəldə bəzi qida məhsullarının enerji dəyəri, tərkibində qida maddələrinin faizlə miqdarı göstərilmişdir. Əgər baxsaq, burada ərzaq verilibdir: süd, pendir, inək südündən, kəsmik, toyuq yumurtasının ağı, toyuq yumurtasının sarısı, bişmiş makaron, ağ çörək, qoz, qırmızı lobya və şaftalı. Və burada həm bitki, həm də heyvanın məhsullar verilir və enerji dəyəri hesablanıb burada qeyd olunubdur. Bu məhsulların hansı nə qədər enerji dəyərinə malikdir, yəni orqanizm neçə kalori ilə təmin eləyir, o müəyyən olunur burada. Bax, kilokalori ilə ifadə olunur və qida maddələrinin tərkibində bildiyiniz kimi həm zülallar, həm yağlar, həm karbohidratlar mövcud olmalıdır ki, orqanizmin gündəlik enerjiyə olan tələbatları ödənilmiş olsun. Əgər biz diqqətlə bu cədvələ baxsaq, görərik ki, müxtəlif qida maddələri müxtəlif enerji dəyərinə malikdir. Yəni, onlar müxtəlif kilokalori enerjiyə malikdirlər. Bu da onların tərkibində zülallar, yağlar, karbohidratlar kimi üzüm maddələrinin eyni miqdarda olmamasının göstəricisidir.
Müzakirə edin. Burada soruşulur, sadalanan məhsullardan hansı daha çox kalori daşıyır? Baxırıq enerji dəyəri olan sıraya. Burada ən böyük rəqəmə fikir verin. Bax, burada ən böyük rəqəm 656 kilokalori göstəriciyə malik olan qoz meyvədir. Yəni qoz bitkisinin meyvəsidir. Deməli, ən çox kilokalori ona məxsusdur və bu orqanizmi 656 kilokalori enerji ilə təmin edir. Hansı ərzaq məhsulunda daha çox zülal, yağ və karbohidrat var? Baxırıq, zülal görək hansında çoxdur. 2, 22, 11, 16, deməli, baxırıq bura 22.1 üstünlük təşkil eləyir. Zülal, deməli 22.1 qrama malikdir. Pendir inək südündən hazırlanarsa, onun tərkibində zülal çoxluq təşkil eləyir. Bundan başqa yağın miqdarı çox olan hansı qida məhsuludur, ona baxaq. Yağın miqdarı çox olan, ən çox burada 60.8-dən ifadə olunandır ki, bu da yenə qoz meyvəsidir. Deməli, keçdik. Karbohidrat görək hansı məhsulda daha çoxdur. Baxırıq, burada karbohidrat çox olan 48.3 qram olan, deməli, olacaqdır ağ çörək. Beləliklə, hansında qida maddələrinin hansı çoxdur, ona uyğun olaraq gördüyünüz kimi bu cədvəldə hesablanıb, onların enerji dəyəri də göstərilibdir. Belə cədvəllərdən nə üçün və harada istifadə olunur? Bildiyiniz kimi, belə cədvəllərdən adətən idmançılar, idman sahəsində istifadə olunur, çəkini müəyyən nisbətdə, müəyyən tarazlıqda saxlamaq üçün və yaxud da ola bilər ki, ağır işlə məşğul olanlarda da müəyyən qədər belə cədvəllərdən və onların qida rasionunda kalori çox verən enerji maddələrindən istifadə etmək, enerjili maddələrdən, qida məhsullarından istifadə etmək məsləhət görülür. Öyrəndiklərinizi yoxlayın. Az hərəkətli həyat tərzi sürən insanlarda daimi yorğunluq müşahidə olunur. Bunun səbəbi nədir? Biz bunun cavabını keçən dəfəki dərsimizdə də qeyd eləmişdik və qeyd eləmişdik ki, hərəkət azlığı olan, pasiv həyat tərzi keçirən insanlarda daimi yorğunluğun baş vermə səbəbi başlıca olaraq onlarda qan-damar sistemində deməli, zəifləmə ilə əlaqədardır. Belə ki, hərəkət az olduqca qan-damar sistemində işi yavaşlayır. Bunlarla əlaqədar olaraq ürək döyüntülərinin də miqdarı azalır və qan dövranı da zəifləyir. Belə ki, orqanlara, həm əzəllərə, həm də baş beyinə qan az gedir və nəticədə onların oksigenə olan tələbatı və yaxud qidaya olan tələbatı ödənilməmiş olur və beləliklə yorğunluq müşahidə olunur. Qida rasionunuz ailənizin digər üzvlərindən fərqlənirmi? Nə üçün? Deməli, burada ikincidə deyir ki, qida rasionunuz, yəni gündə nə yeyirsən, hansı maddədən, nə qədər yeyirsən, digər üzvlərdən fərqlənirmi? Nə üçün? Yəqin ki, diqqətli olsaz görərsiniz ki, ailənizdə ağır işlə məşğul olan, əzələşliklə məşğul olan insanlar varsa, onların yeməklərini həmişə bir qədər o birilərindən çox eləyirlər ki, özdə deyirlər ki, onun işi ağırdır. Deməli, bunun səbəbi odur ki, ağır iş görən adamlar daha çox kilokalori enerji sərf etmiş olurlar. Odur ki, əlbəttə ki, fərqlənəcəkdir. Üçüncü, sağlam qida seçimini necə edə bilərik fikrinizi əsaslandırın. Sağlam qida seçimi deyəndə bildiyiniz kimi, əgər böyüyən orqanizmdirsə, bildiyiniz kimi məktəblidirsə, onların enerji tələbatı yüksəkdir. Çünki onlar həm aktiv fəal hərəkət edirlər, həm də zehni əməklə məşğul olurlar və onun üçün uşaqların qidası böyüklərdən çox olur. Yəni, daha çox yeməyə meyilli olurlar. Çünki daha çox enerji sərf edirlər. Amma yaşlı adamlarda isə enerji sərfi az olduğuna görə onlar nisbətən digərlərindən az qida qəbul edirlər və yaxud da ki, yenə deyirəm, ailədə
ağır fiziki iş görən varsa, onların deməli qəbul elədikləri qida maddələrinin kilokalorisi də yüksək olmalıdır və bunun içərisində gündəlik rasionda onların orqanizmini təmin edən enerji kifayət olmalıdır. Kilokalori kifayət olmalıdır. Əgər enerji olmasa, onlar öz işlərinin öhdəsindən gələ bilməzlər və gündəlik qida rasionunda əlbəttə ki, ən çoxluq yerdə un və un məhsulları, sonra meyvə, tərəvəz, süd məhsulları üstünlük təşkil etməlidir. Bu qədər, sağ olun.